Salam dəyərli kanal izləyiciləri. Mən Tural müəllim. Bu günləri fəza fiqurlarının ikinci hissəsinin izahını verəcəm. Videoya başlamamışdan əvvəl davamlı videolar üçün YouTube kanalına abunə olmağı unutmayın. Onlayn və əyani dəstələrə qoşulmaq üçün müraciət edə bilərsiniz. İndi isə keçirik sualların izahına. Başlayırıq birinci sualdan. Biz bilirik ki, kublarda qarşı üzlər eyni vaxtda görünmür. Məsələn, A variantında səhvlik ondan ibarətdir ki, bu boşluqla bu x eyni vaxtda görülə bilməz. Çünki onlar qarşı üzdürlər. A variantını çıxırıq. Digər variantları isə necə tapırıq? Burada. Bax, bu hissələri çəkməklə rahat tapa bilərik. Gəlin baxaq. Bax, bunun üzərində dairə x çəkirəm. Birinci hissədə də bax, bu haqda məlumat vermişdim. Ətraflı girib baxa bilərsiniz. Aha, burada dairə x çəkirəm. Burada kvadratı aşağıdan çəkirəm olduğu kimi. Burada da kvadratı çəkirəm aşağıdan olduğu kimi. Burada da çəkirəm kvadratı aşağıdan olduğu kimi. İndi gəlin baxaq. Məsələn, B variantında kvadrat x-in üstündə boşluq olanda fikir verin, sağına bu fiqur gəlib düşməlidir. Sağında bax, bu fiquru veribdir. Bu fiqur onun sol tərəfinə düşəcək. Mən bunu 90 dərəcə sağa fırlasam. C variantında, baxın, dairə x, C variantında bu üçünü eyni vaxtda verib də, düzdür. Mən boşluqla dairə x-in yerini dəyişmək üçün gərək mən şəkli 180 dərəcə fırlayım. 180 dərəcə fırlasam onun sağında kvadrat x qalmaz axı. Sağında əksinə romb gəlib düşməliydi. Bu kvadrat x soluna gəlib düşəcək. C variantında çıxırıq. D variantında rombun üstündə dairə x olanda sağına gəlib bax, boşluq düşür. Ona görə D variantında çıxırıq. Y variantı isə doğru cavabdır. Bax, Y variantında bu üçünü eyni vaxtda götürsək, şəkli 90 dərəcə sağa fırlasaq, deməli, kvadrat x-in üstündə boşluq olur. Sağına da bax, bu fiqur gəlib düşür. Düzgün cavab olacaq Y variantı. Baxırıq ikinci suala. İkinci sualda yenə baxaq görək qarşı üzlərə görə hansı variant səhvdir. Hələ ki, A variantında səhvlik yoxdur. Baxaq görək hansısa bir B variantında səhvlik var. Bax, bu ikisi qarşı üzdür. Eyni vaxtda görülə bilməzlər. Görürsünüz. Ona görə B variantını çıxırıq. Ondan sonra baxırıq digər variantlara. Məsələn, C variantına baxsaq, C variantında da hələ ki, səhvlik yoxdur. D variantında deməli, yoxdur səhvlik. Y variantında hələ ki, yoxdur. İndi baxırıq. Bax, indi gəlin şəklimizi çəkək. Bunu olduğu kimi çəkək. Bunu olduğu kimi çəkək. Çəkək olduğu kimi. Bayaq ki, qaydadan istifadə edək. Bura x çəkirəm. Daha doğrusu, bura üstəgəl çəkirəm. Üçüncü sayaq. Bura üstəgəl. Bura üstəgəl çəkirəm. Bura üstəgəl. İndi gəlin yoxlayaq. A variantında boşluğun üzərinə kvadrat x verəndə, bax, bu üçünü eyni vaxtda götürüb də, biz bunu sola doğru fırlasaq, bax, bu şəkli, kvadrat x yuxarıda olacaq, mərkəz boşluğu olacaq, üstəgəl də gəlib sağına düşəcək. Yəni, elə A variantı doğru cavab sayılır. Düzgün cavab burada A variantı olacaq. Baxırıq sonra üçüncü suala. Üçüncü sualda, deməli, sıfırı bu tərəfə hərəkət etdirsə, belə bir sıfır olur, təzədən eyni vəziyyətə qayıdır, belə bir sıfır olur. 8-i fırlasaq, artıq 8 bax belə sonsuzluq işarəsi olacaq hər iki tərəfə. Burada isə əvvəlki vəziyyətinə qayıdacaq. İndi biz A variantında səhv var ümumiyyətlə. 1 ilə 3 qarşı üzrə eyni vaxtda görülə bilməzdir. A variantını çıxırıq. B variantında bax bu üçünü eyni vaxtda götürüb. Fikir verin. Bu üçünü eyni vaxtda götürüb. Mən bunu tərsinə fırlasam, deməli, yəni 180 dərəcə fırlasam, 2 baxın, üz aşağı olur həqiqətən də. 8 gəlir 2-nin üstündə durur, bunları 180 dərəcə fırlasam. Və 1 də keçir sağına, istiqamətini dəyişir. Yəni, B variantı burada elə düzgün cavab sayılır. Diqqətlə baxın, bax, B variantında mən bu üçünü eyni vaxtda götürdüm. Baxın, bu üçünü eyni vaxtda götürdüm. 2 ilə 8-i 180 dərəcə fırlasam. Yəni, 180 dərəcə fırlasam, 8 ilə 2 yerin dəyişir də, bizə də o lazımdır. Bizdə nə veribdir burada? 8-i 2-nin üstündə veribdir. Fikir verin. İndi 8 ilə 2 yerini dəyişir. Artıq 2 burada tərsinə olur. 8 də olduğu kimi qalır. 180 dərəcə əksi özündə. Bir də gəlir 180 dərəcə fırlananda artıq 3-ün yerində durur. Özdə necə 1 olur? Bunun əksi olur da. Düzgün cavab B variantı olacaq. Baxırıq dördüncü suala. Dördüncü sualda yenə də dairəni buradan çəkirik. Dairəni buradan çəkək. Sonra dairəni buradan çəkirik. Qara dairəni. Qara dairəni buradan çəkirik. Aşağısına isə ulduzları çəkirik. Aşağısına ulduzları çəkirik. İndi gəlin baxaq. Deməli, A variantında biz görək nə? A variantına baxırıq. A variantında baxın, bu ulduzun üstündə bu ulduz ola bilər. Amma biz bunların gərək yerini dəyişək 180 dərəcə. 180 dərəcə dəyişsək, heç sizcə sağda romb qalar. Romb əksinə bu tərəfə gedəcək də sola gedəcək. Yəni, A variantı səhvdir. Baxırıq B variantına. B variantında rombun üstündə bu qara dairə ola bilər. Sağında nə olmalıdır? Boşluq. Bax, bu üçünü eyni vaxtda götürmüşük. Amma görürsünüz, burada romb veribdir. Ona görə B variantını çıxırıq.
Baxırıq C variantına. C variantında, bəli, rombun üstündə bu ulduz ola bilər. Yəni bu ikisinin yerini dəyişə bilərik. Bax, bu ikisinin yerini dəyişə bilərik. Gözləyim, bax, başqa rənglə göstərim, rahat görəsiniz. Bax, bu üçünü eyni vaxtda götürüb də mən bu ikisinin yerini dəyişə bilərəm. Bu ikisinin yerini dəyişsəm, ulduz yuxarı gələcək, paxlava aşağı 180 dərəcə. Amma bu dairə yerində qala bilməz, axı dairə əksinə keçəcək, romb onun yerinə gələcək. Burada dairənin yeri səhvdir. Ona görə C variantında çıxırıq. Baxırıq D variantına. D variantında, deməli, D variantında, burada dairə ilə ulduzu, baxın, dairə ilə ulduz, bu yumru dairə ilə ulduz qarşı üzdür. Bunlar, ağ dairə veribdir. Ağ dairə veribdir. Baxın, deməli, dairə ilə ulduzu tərsinə verib də, ulduzu dairənin üstündə veribdir. Mən bunu 180 dərəcə fırlasam, bəli, romb gəlib onun sağında duracaq. Baxın, D variantına. D variantını bir də göstərirəm. Diqqətdən baxın. 4-cü sualda. Deməli, baxın D variantının doğruluğuna. Deməli, mən əgər dairəni, ulduzu mən buradan çəkirəm, ancaq D variantını göstərmək üçün. Baxın, çəkdimmi? Mən bu ikisinin yerini dəyişə bilərəm. Yəni, mən bunu 180 dərəcə fırlaya bilərəm. 180 dərəcə fırlasam, ulduzla dairə yerini dəyişir. Yəni, ulduz yuxarı qalxır, dairə aşağı düşür, bu vəziyyət alınır. Və bu romb isə 180 dərəcə fırlanır, gəlir sağda durur. Beləliklə, D variantı doğru cavab sayılır. Baxırıq 5-ci suala. 5-ci sualda, deməli, mən bu istiqaməti çəkirəm burada, fiquru çəkirəm burada. Deməli, bu fiquru çəkirəm burada, üstündə çəkirəm bu fiquru. Tam oxşamasa da, amma həmin fiqurdur da. Deməli, indi burada rombu çəkirəm, burada rombu çəkirəm, aşağıda. Burada rombu çəkirəm. İndi gəlin baxaq. Məsələn, A variantında, bax, bu qara kvadratın üstündə bu fiqur olanda sağında romb durmalıdır. Burada boşluq verir. Ona görə A variantı səhvdir. B variantında mən bu ikisini götürmüşəm. Bunların yerini, deməli, 180 dərəcə dəyişirəm. 180 dərəcə dəyişəndə, bəli, bax, bu qara nöqtə var. Qara nöqtə gəlir, burada durur, qara kvadrat. Onun cüzgü əksi olan kvadrat x isə gəlir onun yerində durur. Deməli, B variantı burada düzgün cavab olacaq. Beləliklə, 5-ci sualın düzgün cavabı B variantı olacaq. Yəni, burada müəyyən bucaqlarla hərəkət edib tapmaq olur rahatlıqla. 6-cı suala baxırıq. 6-cı sualda yenə biz dairəni buradan çəkirik. Dairəni buradan çəkək. 6-cı sualda dairəni buradan çəkək. Dairəni buradan çəkək. Dairəni buradan çəkirik. Ondan sonra burada rombu çəkirik. Burada rombu çəkirik. Buradan rombu çəkirik. İndi gəlin baxaq. Bax, bu qara kvadratın üstündə dairə olanda, fikir verin, sağında belə bir xətt olmalıdır. Ona görə A variantını çıxırıq. Baxırıq B variantına. B variantında görək necə veribdir. B variantında diqqətlə baxsaz, bax bu üçünə baxın eyni vaxtda. Mən bunu fırlasam, yəni 90 dərəcə sağa doğru fırlasam, bəli, qara kvadrat gəlib düz xəttin üstündə olur. Amma sağında bu romb dairə gəlib durmalıdır. Bu romba baxın, romb onun solundadır. Dairə gəlib sağına düşməlidir. Ona görə B variantında çıxırıq. C variantına baxırıq. C variantı doğru cavabdır. Baxın C variantına. Mən indi bu üçünü eyni vaxtda göstərəcəm. Bax bu üçünü. Bax, deməli, qara kvadratı, rombu, bax, bu üçünü eyni vaxtda götürürəm, bax, bu üçünü. Eyni vaxtda götürdümmü? Mən indi bunu 90 dərəcə sola fırlayıram. 90 dərəcə sola fırlasam, kvadrat üstü olacaq, diagonal istiqamətini dəyişəcək. Bu romb da gəlib burada sağda duracaq da. Deməli, yəni burada məqsəd kubun 6 dənə üzü var, onun eyni vaxtda 3 dənə üzü görünür də. Məsələn, C variantında 3 dənə üz hansılar veribdir? Biz həmin üzlərə baxırıq. Bax, 3 dənə üz diagonal veribdir. Ondan sonra, bax, bu diagonalı veribdir, rombu veribdir, bir də qara kvadratı verib, bu üçünü veribdir. Mən bunu 90 dərəcə sola doğru aşırsam, bax, bu şəkil yaranır. Düzgün cavab C variantıdır. 7-ci suala baxırıq. İndi 7-ci sualda, görək burada, qarşı üzlərə görə çıxmaq olar 7-ci sualda. Üzlərin hərəkətinə uyğun da cavabı tapmaq olar burada. Gəlin baxaq. Məsələn, deyir ki, kubun açılışına uyğun cavabları burada tapın. Kubun açılışına uyğun cavabları tapaq burada. Deməli, baxırıq birinci şəklə. Birinci şəkildə biz, baxın, elə bir kobud səhvdir. Çünki dairənin üstündə dairə x olmalıdır. Burada nə veribdir? Dairənin üstündə dairə x verib, burada kvadrat durur əslində. Yəni, elə
Ona görə birinci şəkil təmiz səhvdir. Belə çıxırıq da dairənin üstündə kvadrat olmalı idi. Ona görə 1 olan cavabları dərhal çıxırıq, 1 olan cavabları çıxırıq. Yerdə qalır 2 variant. 2, 4, 5 ya da 2, 3, 5 qalır. Aha, indi deməli, baxaq görək ikinci şəkil. İkisində də var, doğru olacaq. İkini heç yoxlamağa ehtiyac bile yoxdur. Yenə də baxsaz, məsələn, bunu 90 dərəcə sağa fırlasaz, bunun üzərində gəlir, kvadrat da gəlir, sağda durur. Yəni 2 doğrudur. Ondan sonra, indi 3-dən 4-ə baxırıq. Məsələn, üçüncü şəklə baxaq. Üçüncü şəklə baxırıq. Üçüncü şəkildə deməli elə kubun orada açılışında olan vəziyyəti veribdir. Baxın, 3-ü bax, eyni bir şəkli verib də. Deməli, bax, biləm, üçünə baxın, eyni vaxtda. Dairənin üstündə kvadrat verib, sağında dairə x. 3 tamamilə doğrudur. 2, 3 doğrudursa düzgün cavab olacaq D variantı. Məsələn, 4-də də səhvlik odur ki, kvadrat dairənin üstündə olur. Ha, 4-də kobud səhvdir. Kvadratla dairəni qarşı üst kimi verib. Amma onlar eyni vaxtda görülüblər. 4-ü ümumiyyətlə yaxın durmaq lazımdır. Düzgün cavab D variantıdır. Baxırıq 8-ci suala. 8-ci suala baxırıq. 8-ci sualda gəlin indi biz bunları hərəkət elətdirək. Məsələn, y-ni biz, baxın, 90 dərəcə bu da doğru aşırdıram. 90 dərəcə təzdən aşırdıram, belə olur. Y-ni də 90 dərəcə saatın əksini aşırdıram. İndi f-i, bax, burada biraz diqqətli oluruq. Əgər y hərfi 90 dərəcə sağa fırlanıbsa, f-i biz əksini eləyəcəyik. Yəni 90 dərəcə sola fırladacağıq. Niyə görə? Çünki y ilə f bir-birinin əksidir. Yəni normalda biz belə fırlamalıyıq da f-i sağa doğru fırlasaq, belə bir f çəkməliyik. Amma bunun tam əksini eləyəcəyik. Həmin f-i bura çəkəcəyik. Çünki dediyim kimi 90 dərəcə elə bil ki, saat istiqamətinin əksinə fırlanır. Yəni bura artıq, bax biz belə f çəkəcəyik. Bunun elə bil 90 dərəcə sola doğru aşıracağıq. 90 dərəcə sola aşıranda bax belə bir f olur. Baxın belə bir f olur. 90 dərəcə biz bunu sola doğru aşıracağıq. Belə bir f olur. Təzədən bunu da 90 dərəcə sola aşırsaq belə bir f olur. Yəni burada diqqətli oluruq. Yuxarı saat istiqamətində gedir, aşağı saatın əksinə gedir. Biz bunu görürsünüz bu tərəfi 90 sola doğru aşırtdıq. Sağa yox, sola doğru aşırtdıq. Burada isə 90 dərəcə sağa doğru aşırtdıq. Yəni burada biraz diqqətli olursunuz. Bir də deyirəm, baxın mən bunu 90 dərəcə sola doğru aşırtsam, 90 dərəcə sola doğru aşırtsam. Bax belə bir f olacaq. Təzədən də bu tərəfə aşırtsam, 90 dərəcə artıq belə bir f olacaq. Yəni saat istiqamətində yox, saatın əksinə doğru fırlayırıq. Növbəti burada isə f-i 90 dərəcə aşırdanda sola doğru. Təzədən yenə bu 90 dərəcə biz f-i aşırtsaq, bax belə f olacaq artıq. Bax belə bir f olacaq. İndi gəlin baxaq. Məsələn, A variantına. A variantında C-nin üstündə y, bax belə olub da, düzünə olmayıbdır, üzü aşağı olub. Ona görə A variantı səhvdir. B variantında A-nın üstündə y olanda bu vəziyyətdə sağında B durmalıdır. Burada D veribdir. C variantı ümumiyyətlə səhvdir. A ilə C qarşı üzdür, eyni vaxtda görülə bilməz. D variantında D-nin üstündə y-nin istiqaməti səhvdir, y-ni belə veribdir. Doğru cavab o zaman olacaq y variantı. Baxın y variantının dəqiqliyinə. Baxın C-nin üstündə y vəziyyətdə, sağında da D. Beləliklə düzgün cavabımız y variantı olacaq. Baxırıq 9-cu suala. 9-cu sualda yuxarılar ilə boşluq olaraq qalacaq. Aşağı da biz romb çəkirik. Romba hara fırlasaz eyni vəziyyət olur da. Burada romb olur. Burada da romb olur. İndi gəlin baxaq. Məsələn, deyir ki, burada hansılar doğrudur? Yoxlayırıq birinci şəkli. Birinci şəkildə üstəgəlin deməli ulduzları üst-üstə veribdir. Bax bu ulduzla bu ulduzu üst-üstə veribdir. Mən bu ulduzla bu ulduzu üst-üstə qoymaq üçün bunu 90 dərəcə sola fırlamalıyam. 90 dərəcə sola fırlasam, bu boşluq onun solunda qalır, romb sağına gəlir. Ona görə bir səhvdir. Bir olan cavabları çıxıram. İkinciyə baxıram. İkincidə ulduzun üstündə boşluq olanda sağında romb olmalıdır. Ona görə 2 olan cavabda çıxıram. Yerdə qalır 3-5 və yaxud 4-6. 3-5-ə baxsaq, baxın bu ulduzun üstündə üstəgəl qoysaq, sağında romb olmalıdır. Sağında burada boşluq veribdir. Ona görə 3-ü də çıxıram. Düzgün cavab qalır 4-6. İndi gəlin baxaq 4-dən 6-ya. Məsələn, baxın 4-cü suala. 4-də bax ulduzun üstündə deməli, bax bu üçünü eyni vaxtda götürübdür. Mən bunu 90 dərəcə sağa fırlasam, ulduzun üstündə boşluğu olur. Bir də bu boşluq da gəlir sağına düşür. 4 doğrudur. 6-da da deməli, 6-cı sualda da
baxın bu üçünü eyni vaxtda götürübdür. Mən bunu 90 dərəcə sola fırlasam, üstəgəl ulduzun üstündə olur. Romb da bunun sağında durur. Beləliklə D variantı doğru cavabdır. Baxırıq növbəti 10-cu suala. 10-cu sualda gəlin yenə üzləri hərəkət elətdirək. Y deməli sağa doğru belə fırlanır. Təzədən 90 dərəcə bu formada fırlanır. Y üzü aşağı olur. İndi gəlin F-in də hərəkətinə baxaq. Deməli F-i biz 90 dərəcə artıq saatın əksinə doğru fırladacağıq. Yəni F baxın artıq burada demək əks tərəfə fırlanacaq. Artıq mən F-i burada 90 dərəcə sola doğru fırladıram. Bax belə bir F olur. Siz də kağızda çəkib bunu sola doğru fırlasaq görəcəksiniz belə bir vəziyyət alır. Təzədən yenə bunu 90 dərəcə fırlasaq, baxın F belə bir vəziyyət alacaq. İndi burada 90 dərəcə artıq sağa doğru fırlanacaq F-i. 90 dərəcə sağa fırlayanda bax belə bir F alacaq. İndi gəlin baxaq. A variantında C-nin üstündə Y-nin istiqaməti doğrudur, amma sağında D durmalıdır. A variantını çıxırıq. B variantında A-nın üstündə Y doğrudur, amma sağında B olmalıdır. Burada D verib çıxırıq. Ondan sonra C variantına baxırıq. C variantında bax C tamamilə C-də səhvlik buradadır. Y-nin istiqaməti səhvdir. Sağında B doğru olursa da Y-nin istiqaməti səhvdir. Çıxırıq. D variantında baxın D tamamilə doğrudur. D-nin üstündə Y hərfini verib. A da fırlanıb gəlir burada durur da sağda durur. Beləliklə düzgün cavab olacaq D variantı. A fırlanıb burada durur, C solunda, A sağında durur. Keçirik 11-ci suala. Yenə eyni istiqamətdə fırladırıq. Y-ni sağa doğru fırladırıq. Belə bir Y olur. Təzədən yenə bunu sağa doğru fırlatsaq, belə Y olacaq. İndi saatın əksinə doğru fırlasaq, belə Y olacaq. İndi gəlirik bura. F-i biz saatın əksinə fırlasaq, artıq burada saatın əksinə, yəni sola doğru fırlayacağıq. Belə bir F olacaq. Təzədən yenə fırladacağıq F-i. Belə bir F olacaq. İndi F-i burada saat istiqamətində fırladacağıq artıq. Saat istiqamətində fırladanda deməli belə bir F olacaq burada. İndi gəlin baxaq. Məsələn A variantına baxırıq. A variantında B-nin üstündə C olanda deməli baxın B-ni biz 90 dərəcə sola doğru fırlasaq, bəli B-nin üstündə C hərfi olacaq və sağına da hansı hərf düşəcək? Sağına da deməli F hərfi düşəcək. Elə A variantı doğru cavabdır. Bir dənə baxın diqqətdən. Bax B. Gəlin bax məsələn belə də göstərim. Ayrıca üçünü də göstərim. Elə də rahat görəcəksiniz. Baxın B, C. Bax bu üçünü eyni vaxtda götürürük. Biz bu üçünü eyni vaxtda götürsək, görürük ki deməli sola doğru fırlasaq B-nin üstündə deməli C hərfi olur. F də gəlir onun sağında. Bax belə bu şəkildə durmuş olur. Demək ki düzgün cavab olacaq A variantı. Baxırıq 12-ci suala. 12-ci sualda indi deməli gəlin bir baxaq. Yenə F-i hərəkət elətdirək. F-i deməli 90 dərəcə saatın əksinə doğru fırlasaq, belə bir F alacaq. Təzədən yenə 90 dərəcə fırlasaq, deməli belə bir F olacaq gördüyümüz kimi. Ondan sonra deməli F-i biz indi bu dəfə artıq saat istiqamətində, yəni 90 dərəcə sağa fırlayacağıq. Belə bir F olacaq. Y isə saat istiqamətində gedir. Yəni F əksinə gedir də, sağa gedəndə sol tərəfə fırladırıq, sola gedəndə sağa doğru fırlayırıq. Aşağı həmişə elə olur. Y-nin də biz 90 dərəcə fırlasaq belə olacaq, təzədən 90 dərəcə fırlasaq belə olacaq. İndi gəlin səhvlərə baxaq. Məsələn, A variantında görək B-nin üstündə B belə düzün olan da üstündə Y hərfi olmalıdır, F ola bilməz. Ona görə çıxırıq. B-nin də biz deməli bu tərəf B-nin üstündə F olması üçün, bax mən bunları artıq 180 dərəcə dəyişməliyəm istiqaməti. Yox, B-nin üstündə A olması üçün. B-nin üstündə A hərfi olması üçün mən bunu 90 dərəcə sağa fırlamalıyam. A bu vəziyyəti alır. B belə bir vəziyyəti alır. F-in də deməli istiqaməti, mən bunu sağa doğru, F-in istiqaməti səhvdir burada. Baxın 12-ci suala. Əslində B ilə A-nın istiqaməti doğrudur, amma F-in istiqaməti səhvdir. İndi baxırıq C variantına. C variantında bax bu üçünü, bax indi bax mən əgər 180 dərəcə fırlayıramsa yadda saxlayın.
Baba bu üçünə baxın. Mən əgər bunu istəyirəm ki, B ilə F yerini dəyişsin, mən onda artıq 180 dərəcə fırlayanda B-nin sağındakı yox, solundakı hərfi götürürəm. Və mən bunları 180 dərəcə fırlasam, hamısı bir-birinin əksi olacaq da. Yəni, elə bil ki, 180 dərəcə əksi olacaq da. Hamısı tərsinə olur. Bax, B, F, A. Deməli, C variantı doğrudur. Bax, bu üçünü mən əgər götürüb bu üçü kağızda da məsələn çəkib fırlasaq sağa doğru 180 dərəcə fırlasaq, görəcəksiniz ki, bu vəziyyət alınır. Beləliklə, 12-ci sualda düzgün cavab C variantı. Yenə deyirəm, B ilə F-in yerini dəyişirsiniz. B ilə F-in yerini dəyişmək bu 180 dərəcə fırlanmaq deməkdir. A da avtomatik gəlir. Deməli, fiqurun sağ hissəsinə doğru düşəcək. Ondan sonra, deməli, baxırıq 13-cü suala. 13-cü sualda yenə də biz fiqurları, hərfləri hərəkət etdirək. Y-ni bu tərəfə fırlasaq, belə bir vəziyyət alınacaq. Təzədən bu tərəfə fırlasaq, belə bir vəziyyət. Y-ni fırlasaq, belə bir vəziyyət alınacaq. İndi biz F-i yenə də saatın əksinə doğru fırlayırıq. Yəni, sağa gedir, biz onu sola doğru fırlayırıq. Sağ yox, sola doğru fırlayırıq. Deməli, F belə bir vəziyyət olur. Yenə eyni istiqamətdə sola doğru fırlayırıq və F belə bir vəziyyət alır. İndi bu tərəf soldursa, biz onu artıq sağa doğru fırlayacağıq və sağa doğru fırlasaq, belə bir F alacaqsınız. İndi gəlin baxaq. A variantında D-nin üstündə Y olanda, bax, Y-nin istiqaməti belə olmalıdır, tərsinə, belə olmalı deyil. B variantında, deməli, B variantında, mən artıq, bax, burada B ilə F-in yerini dəyişməyim üçün bunu 180 dərəcə fırlamalıyam. 180 dərəcə fırlayanda F belə bir F olmalı deyil də, bayaqki kimi tərsinə F olmalıydı. Ona görə bu variantı çıxıram. Ondan sonra C variantında, deməli, A-nın üstündə F hərfini veribdir. A-nın üstündə biz F hərfini götürə bilərik. A-nın üstündə F hərfini götürsək, bunu 180 dərəcə fırlamalıyıq. Artıq sağında B durmalı deyildi, sağında D durmalıydı. B onun soluna gedir. Beləliklə, düzgün cavab burada D variantıdır. D variantında A ilə F-in istiqaməti doğrudur. Dediyim kimi, sağına D hərfi gəlibdir. Bax, məsələn, bu üçünü, bax, bir dənə baxın. Bax, mən A, F və D-ni. D-ni buradan çəkə bilərəm də. D-ni mən buradan çəksəm, bax, bu üçünü eyni vaxtda götürsəm, F-i də buradan çəkəndə, dediyimiz kimi, F necə hərəkət edir? Soldursa sağa doğru hərəkət edirsiniz. Bir dəfə sağa hərəkət edirsiniz, belə bir F olur. Və bu üçünü mən eyni vaxtda götürüb 180 dərəcə fırlasam, A belə bir A olur. F deməli A-nın yuxarısına qalxır və istiqamətini dəyişir də 180 dərəcə belə olur. D də gəlir, bax görürsünüz, D-nin də hətta istiqamət dəyişibdir. 180 dərəcə dəyişib, belə bir D olubdur. Beləliklə, düzgün cavab F, bax bu, sonra A, üzü aşağı D. Düzgün cavab elə D variantı olacaq. Baxırıq 14-cü suala. 14-də yenə istiqamətləri düzgün quraq. Y hərfi sağa doğru fırlayırıq. Y-ni təzdən fırladıq, belə bir Y oldu. Təzdən Y-ni deməli biz fırladıq, belə bir Y oldu. İndi gəlin F hərfində yenə bayaqki kimi. Bax, F-i burada görürsünüz sağa yox, mən bunu əksinə sola doğru fırlayıram. Bax, siz də kağızda çəksəniz, F hərfini bir dənə kağızda sola doğru fırlasaz, görəcəksiniz, belə bir vəziyyət alır. Yenə F-i sola doğru fırlasaz, baxın, yenə bir eyni vəziyyət olacaq. Buradan da F-i artıq sağa doğru fırlayacaqsınız. F-i sağa doğru fırlasaz, bax, belə bir F olacaq. İndi baxırıq A variantına. A variantında F-in üstündə C olanda düzdür, belə bir vəziyyət olur. Amma sağında D olmalıdır. Ona görə A variantını atırıq. B variantına baxırıq. B olanda, bax, F-in istiqaməti belə olanda A üstündə düzünü olmalıydı. Ona görə B variantını atırıq. C variantı isə tamamilə doğrudur. Fikir verin. A, F, B. Bax, bu üçünü eyni vaxtda götürmüşük. Deməli, 14-də düzgün cavab olacaq. Deməli, C variantı olacaq. Diqqətdən baxın, F üstündə A bu şəkildə, B də sağında düzgün cavab olacaq bu zaman. Deməli, C variantı olacaq. 15-ə baxırıq. 15-də yenə rəqəmləri hərəkət etdirək. Biri, deməli, 90 dərəcə doğru sağa aşıtsaq, deməli, belə bir B olacaq. Təzdən biz bu biri yenə 90 dərəcə fırlasaq, bir dəfə yəni sağa doğru fırlasaq, belə bir B olacaq. Bir dəfə də fırlasaq, artıq belə bir B olmuş olacaq. İndi gəlin, deməli, gəl indi biz o biri rəqəmi də yazaq 3-ü. Bax, 3-ü mən indi sağa yox, əksinə sola doğru fırlayacam. Sağa yox, sola doğru fırlayacam 3-ü. Və 3-ü sola doğru fırlasam, deməli, sağa fırlasam belə 3 olur daha doğrusu. Mən bunu sola doğru fırlayacam. Sola doğru fırlasam belə 3 olacaq. Təzdən yenə sola fırlasam belə 3, təzdən yenə sola fırlasam belə bir 3 olur.
İndi gəlin baxaq. Məsələn, A variantında 2 düzünü olanda üstündə 1 olmalıydı, 6 olmalı değildi. Sonra B variantına baxırıq. B variantında 4-ün üstündə deməli 1 olanda 4 belə olmalı değildi də, düzünə 4 olmalıydı. Ona görə bu variantda çıxırıq. C variantında 4 düzünü olanda üstündə belə 1 olmalıydı. Ona görə C variantında çıxırıq. D variantına baxırıq. D variantında bax, bu üçünü eyni vaxtda götürüb də 5, 1 və 6-nı eyni vaxtda götürüb. Mən bunları 180 dərəcə fırlasam, deməli 1 amma belə olmalı da. 180 dərəcə fırlayanda 1-in 6-nın əslində vəziyyəti düz olur. 6 deməli 9 olur. 6-nın vəziyyəti doğrudur. Amma 1-in vəziyyəti səhvdir də. Bunu mən 180 dərəcə fırlasam yenə deyirəm. Bax, bu 1-i 180 dərəcə fırlasam belə bir olmalı idi, belə bir yox. Deməli, Y variantı beləliklə doğru cavabdır. Y variantında bax, bu üçünü eyni vaxtda götürüb və artıq deməli 5 gəlib onun sağında durmalıdır. Və bu üçünü eyni vaxtda 180 dərəcə fırlasaq, 9 kimi olur A. Və 3 gəlir onun üstündə. Bax, bunun əksi kimi durur. 5-in də əksi, bax, belə bir 5 olur da. Düzgün cavab Y variantıdır. Bir daha baxaq 15-ci suala. 15-ci sualda deməli mən artıq 6-nın baxın, deməli 15-ci sualda 6, 5 və 3-ü götürüb də 3-ü mən buradan çəksəm, yenə deyirəm, artıq 3-ün vəziyyəti belə bir 3 olacaq. Düzdürmü? 3-ü indi biz burada 6, 5 və 3-ü eyni vaxtda götürübdür. 180 dərəcə bunların yerini dəyişsəm 3 yuxarı düşəcək 6-dan, 5 də tərsinə 5 olacaq. Bax, belə bir 5 olacaq. Düzgün cavab Y variantı olur. Baxırıq 16-cı suala. Yenə 1-i bu tərəfə fırlayırıq. Belə bir 1 olur. Ondan sonra yenə bunu fırlasaq artıq belə 1 olacaq. Yenə bunu fırlasaq artıq belə bir 1 olacaq. 1-in vəziyyəti hazırdır. İndi baxırıq, deməli, biz baxırıq 3-ə. 3-ü indi biz sağa yox, sola fırlayacağıq. Sola fırlayanda belə bir 3 olacaq. Təzdən fırlayanda belə, təzdən fırlayanda belə bir 3 olacaq. İndi A variantında 4-ün üstündə 1 doğrudur istiqamətdə, sağında 5 olmalıydı. A variantını çıxırıq. İndi 4-dən 1-ə baxaq. Bax, bu 1. Baxın, bu 1 4-ün üstündə. Bunların indi mən istiqamətini dəyişsəm, həm 4-ün, həm 1-in istiqaməti doğru olmur. Həm də 5 sağa yox, sola keçməli idi. 2 sağa keçməli idi. 180 dərəcə fırlayanda həmişə solla sağ yerini dəyişir. C variantına baxsaq, C variantında, aha, deməli, burada artıq mən 6 ilə 3-ün yerini dəyişə bilərəm. Yerini dəyişsəm 3 doğrudur, amma 6 tərsinə olmalıydı. 9 olmalıydı da, ona görə C variantında çıxıram. D variantında 2, 1, 4, 2 düzünə olanda onun üstündə 1 düzünə 1 olmalıydı da, tərsinə olmalı deyildi. 2 düzünədir, amma üstündə 1 düzünə olmalıydı. Deməli, Y variantı doğrudur. Baxın, Y variantı budur. 6-nın üstündə 1, fikir verin, üstü doğrudur. 2 də fırlanıb burada durur. Beləliklə, 16-cı sualın düzgün cavabı olacaq Y variantı. Bir daha baxın, bax, Y variantında belə verib də. Bir deməli, biz bunu 90 dərəcə fırlasaq sağa doğru belə bir olur. Təzdən fırlasaq deməli belə bir olur. Ondan sonra deməli 90 dərəcə yenə fırlasaq belə bir olur. Bax, 6-nın üstündə 1-in vəziyyəti doğrudur. 2 də gəlib buradan durur da, 6-nın sağına düşür. Solunda 5-dirsə sağına gəlib o tərəfdən fırlanıb 2 gəlib düşmüş olur. 17-ci suala baxırıq. 17-ci sualda biz 1-i indi saatın əksinə doğru, sola doğru hərəkət elətdiririk. Belə, təzdən 1-i yenə hərəkət elətdiririk. Belə 1 olur. Təzdən yenə hərəkət elətdiririk 1-i. Deməli, belə 1 olur. İndi 3-ü artıq biz bunu sola doğru bu dəfə hərəkət elətdirdiksə, 3 artıq sağa doğru hərəkət edəcəyik. Çünki biz 1-i sola doğru hərəkət elətdirdik. 3-ü indi sağa doğru hərəkət elətdirsək artıq, deməli 3 artıq sağa doğru hərəkət edəcək. Yəni, belə bir 3 olacaq. Sonra yenə hərəkət elətdirsək, deməli, belə bir 3 olacaq. Təzdən yenə hərəkət edirsək, belə bir 3 olacaq. Burada elə A variantı doğrudur. Fikir verin, bax, 5-in üstündə 1, baxın, bu üçünə eyni vaxtda baxın, 5-in üstündə 1, sağında da 6. Beləliklə, A variantı doğru cavab olacaq. Baxırıq 18-ci suala. 18-ci sualda, indi biz K-nı bu tərəfə doğru çəksək, deməli, 90 dərəcə indi bir dəfə sağa doğru K-nı fırlasaq, belə bir K hərfi olur. Belə bir K hərfi olur. Fikir verin. Təzdən indi mən bunu sola doğru çəksəm K-nı, belə bir K olur. Fikir verin. Təzdən yenə fırlasam K-nı, artıq belə bir K olacaq. İndi N-i artıq saatın əksinə sola doğru çəkəcəm. N-i hara çəksək onsuz Z hərfi olur.
Hara fırlasaz onsuz belə bir hərf olur, z olur. Təzədən bunu fırlasaz belə, yenə fırlasaz belə olur. İndi gəlin baxaq. A variantında T-nin üstündə, T-ni əgər biz üzü aşağı sağa doğru fırlasaq, bəli, U onun üstündə olur olmağına. Amma U-nun istiqaməti bu şəkildə olmalıdır. Ona görə A variantını çıxırıq. B variantına baxırıq. B variantında M-i elin üstündə çəkə bilərik 90 dərəcə sağa fırlamaqdan. Lakin, deməli, K-nın istiqaməti səhv olacaq. K bu vəziyyətdə olmur axı. K-nın istiqaməti necədir burada? Bu formadadır. Ona görə B variantına da çıxırıq. Baxırıq sonra 18, baxırıq sonra C variantına baxırıq. Yox, o 8-də üzr sayın. Bir dənə B variantına baxaq diqqətdən. B variantında bu K-nı biz bura gətirsək, bax, məsələn, bu üçünü, buranı bir dənə göstərim sizə. Buranı, K-na baxın bir dənə. Bu üçünü eyni vaxtda göstərim. B ilə doğru olacaq burada. K-nın istiqamətinə baxaq. Hələ bir dənə bundan K-nı çəkəcəm. Bunu 90 dərəcə deməli sağa fırlasaq belə bir K olur, düzdür. Və bu üçünü eyni vaxtda götürmüşük də. Mən bunu 90 dərəcə doğru sağa doğru fırlasam, el belə bir vəziyyət olur. M bunun üstündə belə olur. K-nı da 90 dərəcə fırlasam, belə bir K olur da. Buradakı K-nı alır. Bax, bu K bu vəziyyəti almış olur. 90 dərəcə sağa doğru fırlasaq. Elə B variantı doğrudur. Baxırıq 19-cu suala. 19-cu sualda yenə də K-nı biz belə hərəkət etdirsək, bu formada alacaq. Saatın əksinə doğru fırlasaq, belə K olacaq. Təzədən bunu 90 dərəcə fırlasaq, belə bir K olmuş olacaq. İndi bunu da hara fırlasaq, dediyim kimi Z olur. Hara fırlasaq Z olacaq, bu fərq eləməz. İndi gəlin baxaq. Məsələn, A variantına baxırıq. A variantında mən bunu sağa sola fırlamalıyam ki, el bunun üstündə gəlsin. Sola fırlasam, M belə bir vəziyyət almalıdır. Yəni, M-in vəziyyəti səhvdir A variantında. Ona görə çıxmış oluram. Sonra baxıram, deməli, B variantına. B variantında məncə M-i bu tərəfə çəksəm, bəli, T onun üstündə olur. Sadəcə burada K-nın istiqaməti səhvdir. B variantında, deməli, K-nı biz artıq, deməli, sağa doğru, K-nı biz sağa doğru çəksək, bax, bu K-nı. Yəni, mən bunu 90 dərəcə fırlasam, T gəlib onun üstündə durur. Belə bir vəziyyətdə olur. Amma K-nın istiqaməti səhvdir burada. K-nın istiqaməti səhvdir. Ondan sonra C variantında yoxlasaq, C variantında U, E, Z, L-i veribdir. Mən L-i buradan çəkə bilərəm də. L-i buradan çəksəm, U ilə Z-in istiqamətini dəyişsəm, U belə olacaq, Z də yenə güzgə əksi belə olacaq. Bu L-in də 180 dərəcə əksi, bax, belə bir el olacaq, buradakı kimi. Beləliklə, 19-da C variantı düzgün cavab sayılır. 20-ci sualda səhvləri çıxmaqdan tapmaq olar. Bax, məsələn, 1 ilə 2 eyni vaxtda görülüb, A variantını onu qarşı üç kimi verib. Ona görə A variantını çıxırıq. Y variantında da 1 ilə 3-ü qarşı üç kimi verib. Amma onlar eyni vaxtda görülüb. Ona görə Y variantında çıxırıq. İndi baxırıq, məsələn, digər variantları yoxlayırıq. B variantına baxırıq. B variantında 1-in 3-ün üstünə, görürsünüz, düzünə veribdir. Əgər mən B variantı kimi çəksəm, 3-ü 1-in üstünə gətirsəm, 1 belə fırlanmalıdır, 3 də belə bir vəziyyət olmalıdır. Ona görə B variantı da səhvdir. C variantında 1 ilə 3-ün yerlərini səhv verib, əslində 3 1-in üstündə olmalıdır da. 1 3-ün üstündə olsa, bunlar yerə 180 dərəcə yerini dəyişsinlər, bayaqki kimi vəziyyət olmalıdır. Artıq 1 istiqamətini dəyişməli idi. 180 dərəcə fırlanmalı idi, belə olmalı idi. 3 də belə olmalı idi. Ona görə C variantı da səhvdir. D variantına baxaq. D variantına görsən, bunu 180 dərəcə fırlasan 1 düzünə 1 olur. 3 də onun üstünə gəlib çıxır. 2-də, bax, 2 də sizi çaşdırmasın. 2 də elə bil ki, gəlib buradan çəkə bilərik də 2-ni. 2-ni də, bax, elə bil, mən bir dənə D variantını, bax, belə çəksəm, rahat görəcəksiniz. Mən 2-ni buradan tərsinə çəkirəm. Bax, 2-ni buradan tərsinə çəkirəm. Bir dəqiqə. Mən 2-ni buradan tərsinə çəkirəm. Bax, mən bu 2-ni tərsinə çəkdim. Mən bu 3-ünü eyni vaxtda götürüb 180 dərəcə fırlasam, 1 düzünə 1 olur. 3 belə olur. 2 də gəlir sağa düzünə formada. Bax, bu formanı alırlar. Deməli, daha doğrusu, bax, bir dəqiqə, üzr istəyirəm. Bax, bunları 180 dərəcə fırlasam, 180 dərəcə fırlasam. 1 ilə 3 yerini dəyişir. 3 qalxır yuxarı, 1 aşağı düşür. 2 də düzünə gəlir 3-ün sağına. O, belə bir vəziyyət alır, 1-in sağına. Düzgün cavab D variantı olacaq. Sonra baxırıq, deməli, 21-ci suala baxırıq. 21-ci sualda, deməli, indi yenə görək burada səhvləri çıxmaqdan ala bilərik. Məsələn, D ilə Y səhvdir. D-də X ilə Y
qarşı yüz kimi verib, amma əslində eyni vaxtda görülüblər də. Yenə burada y-dən t-nin qarşı yüz kimi verib, amma əslində görünüblər. İndi baxırıq A variantına. A variantında bax x-i düzünə eləsək, t-nin üstündə durur düz vəziyyətdə. Artıq t-nin üstündə durursa, o y-in üstündə bu vəziyyətdə dura bilməz. Yəni bu x-in üstündə bu vəziyyətdə dura bilməz. O A variantının əsasən t-nin üstündə düzünə durur olduğu kimi də. B variantını yoxlasaq, B variantında x-dən y-in yerini dəyişsəm, x-i yuxarıdan çəkə bilərəm. 180 dərəcə fırlananda yenə x bu vəziyyətdə olur. Amma y-i 180 dərəcə fırlasam, y üzü aşağı olmalıydı artıq. Belə bunun yəni əksi olmalıydı da. Həm də ki t 180 dərəcə fırlananda sola düşməliydi. T-ni burada sağda verildi. Beləliklə C variantı burada düzgün cavab sayılacaq. Yəni səhvləri çıxmaqdan tapdıq. Məsələn C variantına da fikir versək, tutaq ki mən bunu deməli y-i buradan çəkə bilərəm də bu üzü aşağı bu formada. Deməli artıq mən bu ikisinin yerini dəyişsəm 90 dərəcə, y yuxarı qalır, x bura. Burada da bunu 90 dərəcə fırlayanda t bu formada olur baxın. İndi buradan da artıq mən bunu 180 dərəcə fırlananda t, bax bunun əksi necə t-dir? Belə bir t-dir də, sağa t düşür. Beləliklə C variantı düzgün cavab sayılır. 22-ci suala baxırıq. 22-ci sualda görək əvvəlcə səhvlərimiz varmı və deməli m-lə hələ ki qarşı üzə görə səhv görmədim. İndi baxırıq hərəkətlə səhvi axtarmağa. Yəni bu suallarda səhvləri çıxmaqla rahat tapmaq olur. Baxırıq məsələn A variantına. A variantında indi biz baxın A variantında m-i biz düzünə formaya gətirsək, m hansı hərfin üstündə olur düzünə formada K-nın? Burada isə n-in üstündə veribdir. Deməli səhv veribdir. N-in yox, düzünə formada K-nın üstündə olmalıdır. B ümumiyyətlə səhvdir. M-i düzünə formada L-in üstündə verib. M əslində n-in üstündə olmalıdır düzünə formada. Baxın C variantı doğrudur. Mən bunu sola doğru fırlasam, M düzünə formada n-in üstündə olur. Sağda onun yanında olur. Bax, bir dənə C variantını bir dənə hərəkətdən tapmaq olur düzgün olduğunu. Bir dənə mən bunu məsələn sola doğru fırlasam, bax, M n-in üstündə görürsünüz bu vəziyyətdə olur, sağında da L olur. Beləliklə 22-də C variantı düzgün cavab sayılır. Baxırıq 23-cü suala. 23-cü sualda deməli bizdən yenə də kubun açılışına uyğun olan demək variant, düzgün variant istəyir. İndi gəlin baxaq. 23-cü sualda demək 23-cü suala baxırıq. 23-cü sualda A variantını yoxlayaq. A variantında məsələn bax bu S-i deməli P-nin üstündə U hərfi olmalıdır. Bax mən bu ikisini eyni vaxtda 90 dərəcə sağa doğru fırlasam, bax bu vəziyyətdə alırıq. Həqiqətən də U P-nin üstündə olur. Düzdür? S-i də 90 dərəcə fırlasam belə bir S olur. Bu formada olur. Təzədən yenə bunu P-nin sağına gətirsəm, yenə eyni vəziyyətə qayıdır da. S-i elə bir dəfə fırlasam belə bir S olur. Təzədən yenə fırlasam əvvəlki vəziyyətinə qayıdır S. Bu vəziyyətə qayıdır. Beləliklə A variantı burada düzgün cavab sayılır. Baxırıq 24-cü suala. 24-cü sualda görürsünüz, üstlər hər dəfə fiquru deməli sağa doğru fırlayıb, üstü mütləq kvadrat olmalıdır. Belə bir kvadrat olmalıdır. Ona görə C variantından A variantını çıxırıq. İndi baxırıq. Məsələn, səhvə baxırıq sonra. Bax, bu növbəti şəkildir. Görürsünüz, hər dəfədə fiqur sağa doğru hərəkət edir. Bax, görürsünüz, sağa doğru. Bu ulduz gedib sağa. Növbəti fiqurda ulduz görülməyəcək. Ulduz ucu arxa üzdə olacaq. Ulduz görülə bilməz. Ondan sonra növbəti fiqurda boşluqda, növbəti fiqurda bax bunun boşluğu görürsünüz mərkəzdədir. Bu sağına gəlib düşəcək. Hər dəfə bu mərkəzdəki fiqur növbətidə sağda olub da. Fikir verin, baxın, bax bu mərkəzdəki fiquru görürsünüz, burada sağdadır. Sonra bu mərkəzdəki fiqur burada sağdadır. Bizdə mərkəzdə boşluqdur. Deməli sağı boşluq olacaq. Sağı boşluqdursa Y variantında çıxırıq. Ya D-dir ya da C variantıdır. İndi baxırıq. Məsələn, bax bu şəkildə dairə növbəti şəkildə arxaya düşübdür. Növbəti də gəlib sol küncə düşəcək. Dairə görülə bilməz burada. Ona görə B variantında çıxırıq. Doğru cavab D-dir. Bax D variantında dairə X-in hərəkətinə baxın. Bax dairə X növbəti də arxa üzdədir. Kubun arxasındadır. Növbəti də sol küncdədir. Növbəti də artıq mərkəzə gələcək. Yəni elə bil ki, neçə dəfə fırlanıblar? 1, 2, 3, 4 dəfə fırlanıb mərkəzə gəlirdi. Aha, düzgün cavab D-dir. 25-də yenə üstləri hərəkət elətdirib, diagonal bir dəfə belə, bir dəfə belə, bir dəfə belə, indi bu tərəf olmalıdır diagonal. Bu tərəf olmalıdırsa B variantını çıxırıq, Y-də diagonal verməyib ümumiyyətlə, ondan sonra D-ni də çıxırıq. Deməli, cavab ya A-dır, ya da C-dir.
İndi gəlin baxaq. Bax, hər dəfə yenə növbəti fiqurda bu fiqur sağda olubdu. Görürsüz, bu fiqur sağda olubdu. İndi bu fiqur sağda olubdu. Bizdə bax, bu yumru sağda olmalıdır. Yumru sağda olacaqsa, hər ikisində doğrudur o istiqamətdə. İndi baxın, bax, bu ulduz növbəti şəkildə arxadadır. Görürsüz, növbətdə soldadır, növbəti də soldadır. Yəni, ulduz görülə bilməz mərkəzdə. Mərkəzdə qayçı görünəcək. Bax, qayçı yenə 4 dəfə hərəkət edib mərkəzə gələcək. Burada arxadadır qayçı, burada soldadır. Artıq burada da gəlib mərkəzə düşür qayçı. Beləliklə C variantı doğru cavab sayılır. 26-cı suala baxırıq. 26-cı sualda indi burada sola doğru hərəkət elətdirib 6-dır. Fikir verin. İndi 6-nı sola doğru hərəkət elətdirəndə elə bil ki, necə bir 6 olacaq burada? Belə bir 6 olacaq. Belə bir 6 olacaq, düzdür? Belə bir 6 olacaq. Belə bir 6 olacaqsa, bu B variantından Y variantına uyğun gəlir. Ona görə A variantını, D variantını, Y variantını çıxırıq. İndi 4, bax, hər ikisində də yenə, bax, sağ mərkəzdəki fiqur sağa gəlib. İndi 4 sağda olacaq, ikisində də doğrudur. İndi bax, bir görürsünüz, bu şəkildə arxadadır. Burada sol küncə düşəcək, görülə bilməz. Yəni, hamısında görünən, lap birincidəki sağdakı fiqurdur. 2 görünəcək. Bax, hamısına fikir versəz, bax, bütün hamısına. Görürsünüz, burada qayçı görüldü mərkəzdə. Ondan sonra burada dairə X görüldü mərkəzdə. Hamısında birincidə sağda olan fiqur gəlib mərkəzdə görünür. İndi burada da ən birinci fiqurumuz hansıdır bizim? Ən birinci rəqəmimiz 1-dir. Deməli, bu mərkəzdə, daha doğrusu sağ küncdə olan rəqəmimiz 2-dir. Deməli, mərkəzdə 2 görüləcək. Baxın, görürsünüz, burada da görüldü bu. Sonra burada da qayçı görüldü. Hamısında eyni məntiqlə yanaşılıbdır. İndi burada da yenə 90 dərəcə fırlanıblar. İndi romb belə bir romb olmalıdır da buradakı kimi. Ona görə bu variantı çıxırıq üstünə görə. Yenə də bax, indi bu sağ küncdə görülən fiqur burada mərkəzdə olmalıdır. Bax, mərkəzdə belə bir fiqur olmalıdır. Ona görə 2 dənə variant qalır. Bu variantları da çıxırıq. Və hər dəfə də, bax, məsələn, bu fiqur buradadır. Bu fiqur, deməli, yox, burada gülüş, bu fiqur daha doğrusu, bax, görürsünüz, bu fiqur növbətidə, burada sola doğru hərəkət edib də. İndi növbəti fiqurda, bax, bu fiqur gəlib mərkəzə. Sonra bu fiqur gəlib mərkəzə. İndi mərkəzə hansı fiqur gəlməlidir? Mərkəzə skelet gəlməlidir. Bu skelet oxşayan fiqur. Mərkəzə skeletə oxşayan fiqur gəlirsə, deməli, burada sola doğru hərəkət elətdiriblər. Sağa yox, sola. Burada sola doğru hərəkət elətdiriblər. Əvvəlcə bu mərkəz hissəsi belə bir romb olmalıdır. Bu variantı çıxırıq. Və hər dəfə də bu fiqur görürsünüz mərkəzdədir. Bu fiqur mərkəzdədir. Deməli, mərkəzdə skelet olan olacaq. Ona görə bu variantları da çıxırıq. Ya A-dır, ya D variantıdır. İndi gəlin baxaq. Bax, bu şəkildə gülüş simvoliki soldadır. Bu şəkildə arxadadır, burada sağa düşməlidir. Ona görə istiqaməti səhvdir. Yox, sağa düşməlidir. Gülüş simvoliki sağa düşməlidir. Düzgün cavab A variantıdır. Bax, bu fiqur burada sol küncdədir, burada isə arxadadır. Yəni, saatın əksinə doğru hərəkət eləmiş olurlar. Burada da fiqurlar gördüyümüz kimi sağa doğru hərəkət ediblər. İndi sağa doğru hərəkət edəndə, bax, ya D variantıdır, ya da Y-dir. Yəni, mən bunu artıq 90 dərəcə sağa doğru hərəkət elətdirmişəm. Ya deməli olacaq D variantı, ya da Y variantı olacaq. Digər tərəfdən, indi baxın, mərkəzə nə gələcək? Bax, hər dəfə baxın, bu fiqur mərkəzə gəlib, bu fiqur mərkəzə gəlib. Əl işarəsi deməli mərkəzə gəlməlidir. Beləliklə, burada da Y variantı düzgün cavab sayılır. Sonra 29-a baxırıq. İndi saatın əksinə doğru hərəkət ediblər. Saatın əksinə doğru. İndi Y-nin üzü aşağı olacaq. Y-nin üzü aşağıdırsa bu variantları çıxırıq. Ya B-dir, ya da Y variantıdır. İndi baxın, bu fiqur sağa gəlibdir. Növbətidə bu fiqur sağda olubdur. İndi bu fiqur sağda olmalıdır C-də. Doğrudur. İndi mərkəz hissəyə baxırıq. Görək mərkəzə hansı fiqur düşəcək? Burada artıq saat istiqamətlə hərəkət edib də demişdik. Bax, bu fiqur mərkəzə düşür. Növbətdə görürsünüz, arxadadır. Burada soldadır, gəlirdi artıq mərkəzə doğru. Deməli, B gəlib mərkəzə düşəcək. Düzgün cavab Y-dir. İndi burada görək necə eləyibdir. Burada yuxarı doğru qatlayıb hər dəfə. Yuxarı doğru qatlayıb. Görürsünüz, P belə bir vəziyyət alıb. İndi yuxarıya doğru qatlayıbdır. Görürsünüz, bunu K yuxarı qalxıb. İndi yuxarıya doğru qatlasaq biz bunu M yuxarıda olmalıdır. Ona görə bu variantları çıxırıq. Ondan sonra biz indi bunu yuxarıya doğru qatlasaq, P-nin də vəziyyəti belə bir vəziyyət olmalıdır. Ona görə Y ilə B-ni də çıxırıq. P-nin vəziyyətinə görə. Beləliklə, deməli, burada da yuxarıya doğru qatlayıblar. Deməli, 30-cu sualda yuxarıya doğru qatlayıblar. P-nin vəziyyəti, bir dəqiqə, deməli,
M burada K yuxarıda qalır. M aha, yuxarı doğru qatlayanda A variantı olacaq da, bəli. Deməli, yuxarıda M hərfi olacaq. Dediyim kimi, sağda belə bir P hərfi olacaq. Bunu yuxarıya doğru qatlasaq və T də mərkəzə gəlib düşəcək. A variantı doğru cavab sayılır. 31-ci suala baxırıq. 31-ci sualda deməli 31-ci sualda da yenə biz bunları artıq yuxarıdan aşağı doğru qatlayıb, yuxarıdan aşağıya doğru mərkəzi X olacaq. Mərkəzi X olacaqsa bu variantları deməli çıxırıq. Ondan sonra və indi gəlin baxaq. Görək sağda. Bunu biz indi yuxarıya doğru qatlasaq, düz xəttin vəziyyətinə baxaq. Görək düz xətt necə olmalıdır? Bax, bu düz xətt belə olmalıdır da. Olduğu kimi qala bilməz axı. Bunu da çıxırıq. İndi qalır deyilən C variantı. Bax, indi bu növbəti şəkildə o burada arxadadır. İndi bu şəkildə o aşağıda olacaq. S gələcək mərkəzə. Birinci olan mərkəzə gəlir. Birinci olan mərkəzə gəlir. Bax, burada da görürsünüz T gəlib mərkəzə. S gələcək mərkəzə. Növbəti şəkildə çünki S aşağıdadır, növbətdə buradadır. Növbətdə artıq gələcək S duracaq yuxarıda. Bunun arxasında düşəcək yuxarıya. Düzgün cavab olacaq C variantı. Və nəhayət 32-yə baxırıq. 32-də də burada əksinə doğru fırlayıblar, yuxarıdan aşağı doğru fırlayıblar və burada da deməli istiqamətlərə fikir versəz 32-ci sualda deməli olacaq. İndi 3 qalxacaq da yuxarı. Yuxarısı 3 olacaqsa bu variantları çıxırıq. Ondan sonra 8 sonsuzluq işarəsi kimi olmalıdır yuxarıya doğru qatlayanda. Ona görə bu variantda çıxırıq. Və indi gəlin baxaq. Bax, fikir verin 9 növbəti şəkildə arxa üzdədir. Növbətidə burada deməli növbəti şəkildə 9 artıq buradadır, 3-ün altındadır da. Növbətidə gəlib artıq 3 yuxarı qalxanda 9 gəlib mərkəzdə durmalıdır. Beləliklə burada da düzgün cavab olacaq. 32-ci sualda A variantı olacaq. Gəldi video sizdən sonra. İnşallah ki, izahın köməyəcəkdir. Növbəti izahlarda görüşərik.